ayəyə diqqət edək. Adiyyat surəsinin 9-10-cu ayələridir. Ayə nə buyurur? Allah buyurur ki, qəbirlərin alt-üst ediləcəyi gün, yəni qəbirlərdən ki, insanlar qalxacaq, məhşər səhnəsinə toplanacaq, ayə buyurur ki, hasil olacaq qəlblərdə gizlətdikləriniz, qəlbinizin içində. Qur'an buyurur ki, qəlbinizdə nələri gizlətmisinizsə, hussilə hasil olacaqdır. Qəlblərinizdə olanları biçəcəksiniz, yəni o məhsulun faydasını görəcəksiniz, yaxşı və ya pis. Çünki qiyamət səhnəsi Zəlzələ surəsində də qeyd edildiyi kimi, nə əkmişiksə onun məhsulunu biz görəcəyik. Hər bir əməlimiz, mən ötən xütbələrin birində də demişəm, özünün surəti var. Yaxşı əməlimizin yaxşı surəti, pis əməlimizin pis surəti olacaq. Elə edək ki, qiyamətin günündə biz o əməllərimizdən utanmayaq. Deməli, bu ayə onu göstərir ki, həqiqətən də etdiyimiz hər bir əməllərə görə biz məsuliyyət daşıyırıq və şübhə yoxdur ki, etdiyimiz bu əməllər qiyamət günü bizi ya Allah eləməmiş kimi utandıracaq və yaxud da inşallah ki, qiyamətin günündə həm niyyətlərimizin, həm də əməllərimizin bəhrəsini görəcəyik. Uca Allahı and verək öz izzəti cəlalına xatir, bizi xoş niyyətli bəndələrindən qərar versin. Uca Allahı and verək öz izzəti cəlalına xatir, bizi bəd gümandan uzaq olmağa bizə yardımcı olsun.